Aşuranın sabahı səhər götürün gətirin. Dedilər götürün gətirin. Dəvələri gətirdilər, minikləri gətirdilər. Dedilər gətirin, mindirin dəvələrə. بوی بهشت میوزد از کربلا. Xanım Zeynəb salamullahi aleyha dedi uzaq dayanın. Uzaqlaşın. Peyğəmbər qız gəlinin özüm mindirəcəm. Siz naməhrəmsiz. Uzaq dayanın. Özüm mindirəcəm. Bir xanım, müsibət görən bir xanım, hər kəsin itirən bir xanım, indi özü çıxıb ortaya deyir, mən özüm həll eləyəcəm hər şeyi. Birinci İmam Səccad çox çətin halda idi. İmam Səccadı, sonra bir qızları, gəlinləri, körpələri mindirir dəvələrə, kəcavələrə mindirir. Mindirəndən sonra xanım Zeynəb indi özü minməlidir heyvana. Özü minməlidir, hərəkət eləməlidir. Xanım Zeynəb salamullahi aleyha qızlar gördü, üzünü döndərdi Fərata tərəf. Ağladı. Xanım Zeynəb ağladı. Niyə ağlayırsan bibi? Zeynəb niyə ağlayırsan? Xanım Zeynəb gəlirdi, yol boyu hardasa düşmək istəyirdi. Əbəlfəz ağa gəlirdi, deyirdi, bacı əyilirdi, düş çiynimə qoy ayağını. Xune برگردیم خونه آغوش حسین خونه برگشتم. Əli Əkbər ağa gəlirdi, ovucun açırdı, bibi ayağını qoy düş. Qolundan tuturdular, çıxırdı, bu cür minirdi, düşürdü. Xanım Zeynəb salamullahi aleyha baxdı, dedi ki, hardasan qardaşım Əbbas? Hardasan? مگه از سنگه چه کنم باز دلم تنگه مهربون اربا یا حسین دلم و دریا یا حسین دلم و دریا